Qadınlar həmişə analiz eləyəndə deyirlər ki, niyə qadınlar azdır, niyə qadınlar daha uğursuzdur? Gəlin tapaq görə niyə uğursuzdur? Yox. Siz uğurlu qadın tapın biznesdə, siyasətdə. Sual verin ki, niyə o uğurludur? Çünki biz kişilər elə eləyirik. Biz uğursuz kişilərə baxmırıq ki, onlar niyə uğursuzdur? Cəhənnəmə uğursuzdur. Biz uğurlulara baxırıq ki, bu nəyi düz elədi ki, mən eləmədim. Gedim onu dəyişim, düzəldim, mən də elə olum. İndi qadınlara baxsaq, uğurlu Forbes-un siyahısını açın. Topda olan qadınların 95%-i varlı kişilərdən boşanmış qadınlar. 3-4 self-made billioner deyirik də, biz yəni özünü milyarder eləyən qadınlar var. Onların əhvalatına baxırıq. Məsələn, Zaxa Xadid, bu Heydər Əliyev mərkəzini görmüsünüz də. Çox uğurlu memardır və ən bahalı memarlıq şirkətlərindən birinin banisidir. Bu qadın nə edir? Bu kişilərin oyununda kişilərin qaydası ilə oynamayır. Öz oyununu kəşf edir. Yəni kişilər necədir? Kişilərin beyni rasional işləyir. Biz hər şeydə məntiq axtarırıq. Biz bina tikiriksə, biz deyirik ki, bu kvadrat metrə ən az material necə sərf eləyə bilərəm? Bunu necə sürətli tikə bilərəm? Deyirik ki, ən ideal forma kvadratdır da, bunu kvadrat elə ideal. Və o kişilərin də o şey var da, egosu var da, yarışırlar kimdə daha uzundur. O binanı da elə eləyirlər, uzadırlar. Bu bundan uzun eləyir, o ondan uzun eləyir, yarışırlar. İndi sən bu oyunda qalib gələ bilməzsən onun oynadığı qaydalarla. Zaxa Xadid nə etdi? İrrasionallığı gətirdi memarlığa. Yəni bir dənə əyri-üyrü belə forma düzəldir, deyir ki, bunu tik. Konstruktorlar da kişilərdir də. Gəldi ki, ay xanım, ay bacım, bunu belə tikmək olmaz. Bu 10 dəfə xərci çoxdur. Bu belə material yoxdur. O Heydər Əliyev mərkəzinin krişası ilə yerindən ötürü təzə material fikirləşiblər. Çünki yoxdur elə material ki, o həm pola döşəyəsən, həm krişaya döşəyəsən. Hər kusokuna ayrıca qəlib düzəldiblər. Rasxod 10 qat. Amma o qadın olduğunu leverage eləyib. Yəni o qadın qüvvəsini göstərib orada ki, bəli, mən qadınam. Mən kişi elədiyi kimi eləmirəm bu şeyləri. Mən də belə eləyirəm. Və onun da pulunu verən tapılır. Gəlir deyir ki, bəli, mən belə formada istəyirəm. Və yaxud o Qatarda stadion tikib, üzrü sayın bu sözümə görə, amma qadın cinsiyyət orqanı formasında. Necə ki, kişilər binanı elə tikir, bu da elə eləyib. Neçə 100 milyon pul veriblər. Yəni, məsələ odur ki, qadın olduğunu anlayarkən və qadının gücünü anlayarkən uğurlu ola bilir. Kişi olmağa çalışaraq yox.